Salam hörmətli izləyicilər, Razmarindir. Hamıya salam. Deməli, Vişnyovkadayıq, Alballıqda 14 sotun içində şəxsi, belə deyək də, köhnə bağ evidir. 14 sotdur əslində, amma sənəddə 12 sotdur. Kupçada çıxarışda 12 sotdur. Evimiz də 160 kvadratdır, ev təmiri də, indi düzdür. Mən sizinlə razıyam, krişası köhnədir. Yəni, dünən sırağı gün tikilməyib də, oturuşmuş evdir. Kim istəsə, məsələn, krişasını istəsə dəyişə bilər. Amma həyəti böyüdür də, bağı, bağçası da var. İndi çəkib göstərəcəm sizə. Deməli, bura giriş qapımızdır. Qazı, işığı, suyu quyudur. Və bir dənə bağı, bağçasını, bax belə, burada oturub dincəlmək üçün. Özünə tikilmə ev. Bura sanuzildir. Üstündə bakı da var. Alballıq, Vişnyovka. Meyvə ağaçlarıdır, xartutu, nə bilim, nardır və s. və ilaxır. Burada köhnə də olsa, yəni uşaqlar üçün belə hovuzu var. Bu da səhv eləmirəmsə 5 tonluq su anbarı. Baseyndir, çək görsə hovuzumuz. Ev sahibi deyir ki, yəni uşaqlar çimirlər. Evimizin havalandırması, bax bir də evimizin arxasında belə bir torpaq sahəsi var. Yəni 14 sotdur, sənəddə 12 sotdur. Burada kladovkadır, indi burada kim nə istəsə saxlaya bilər. Toyuq, cücə və s. və ilaxır. Üzüm talvarı. Bax belə. Qiymət start 195.000, aşağı yeri olacaq, endirimi var. Səliqəli evdir, ev də təmirlidir, 5 otaqlıdır. 160 kvadrat. Baxımlı evdir də, yəni baxımlı həyət. Tərtəmizdir. Demək olar ki, ev sahibi elə hər həftə buradadır. Yəni qışda da gəlir, gedir bura. Boş buraxmır. Yolu da yaxşıdır. Qazanxana burada yerləşir. Kombisi də dediyinə görə yaxşı kombidəndir. Nə? Gəl bir dənə çəkəyə göstərəydi. Gəl. Bax. Novella. Bir də pitiminutkadır. Gedək evimizdən tanış olaq. Buyur. Evin də belə bir 20-30% əşyaları deyir ki, qalacaqdır. Yəni götürməyəcəm. Nəyə görə? Çünki gəlib girən adam bilsin ki, məsəl üçün xaladelniki var və s. və ilaxır. Bura mətbəxidir. Bura hamamla ayaq yolusudur, özü də böyüdür. İndi otaqlara baxaq, bir dənə baxın görün. Nə geniş otaq. Evin isə təmirə ehtiyac yoxdur. O belə bir qonaq otağıdır, geniş ölçüdə. Otaqlara baxaq, yataq otağıdır. Bax, bu otaqda görürsünüz, həm radiatoru var, həm də İran peçi qoyubdur ev sahibi. Geniş yataq otağı. Endirim olacaqdır. Sənədi torpağın kupçası var, çıxarışı var. Bu ikinci yataq otaqdır. Burada genişdir. Üçüncü yataq otağımız. Burada çox genişdir. Çox böyükdür. Otaqlar yəni genişdir. Və uşaq otağıdır. Ən balaca otağı bax budur. Kuxna eləmək olar. Kimsə desə ki, kuxna balacadır, kuxnanı bu tərəfə keçirmək olar. Bu gördüyünüz əşyalar da stoldur, divandır, xaladelnikdir. Belə şeylər qalır.
qiymətində endirim olacaq. Bu günə bu qədər, sağ olun.